Körpü. Səndən ayrı yaşasam, bağrımın başı ağlar, Azərbaycan torpağı. İstəkli dinləyicilər, bugün Cənubi Azərbaycan poeziyasının möhtəşəm bir imzası Söhrab Tahir yaradıcılığı ilə söhbətimizə körpü salırıq. Güney Azərbaycanın Astara şəhərində doğulan şairin həyat və yaradıcılığı heç də hamar olmuyor. Uşaqlığı çətin keçib, yeniyetmə yaşında təhsilini yarımçıq qoyub, atası ilə neft şirkətində işləməyə məcbur olub. Gənclik dövründə isə o xalq hərəkatının fəal üzvlərindən birinə çevrilib və Seyid Cəfər Pişəvərinin möhürdarı olub. Hərəkat qələbə ilə nəticələnəndə 21 Azər medalı ilə təltif olunub. Milli hökumətin zamanında təhsil almaq üçün Azərbaycana göndərilib. Lakin Pişəvəri hökuməti süqut etdiyi üçün bir də Güney Azərbaycana qayıda bilməyib. Bakıda qalmağa məcbur olub. Beləcə ayrılığın ilk acısını yaşamağa məcbur olub. Yuxuda bir küçə salmışam dünən, bir ucu Bakıda, biri Təbrizdə, deyərək taleyin yazısı ilə barışıb. İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha. Bu misralar Söhrab Tahir imzasının ana xəttinə çevrilir. Derdi dert olmuştur elimde mene, ağladım bir naşı gülemde mene. Heç kəs ağlamasın öləmdə mənə, mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam, mən gərək sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, çöküdə ikiyə bölmərəm daha. Dərdi dərd olmuşdu elində mənə, ağladım bir naşı güləndə mənə. Heç kəs ağlamasın öləndə mənə, mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam, mən gərək sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha. Dənizlər, dəryalar mənə dayazdır, ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin, azadlıq azdır, görüşsəm ayrılmaq bilmərəm daha. Azadlıq azdır, görüşsəm ayrılmaq bilmərəm daha. Mənə görüş verin, azadlıq azdır, görüşsəm ayrılmaq bilmərəm daha.
Söhrab Tahir Bakıda ana həsrəti ilə yaşayır. Uzun ayrılıqdan sonra 1973-cü ildə Söhrab Tahirin anası Azərbaycana gəlir. O vüsal günü qələm dostları şairin bu həyəcanlı və sevincli məqamında onun yanında olur. Ana qarşılaşanda sonuncu dəfə 20 yaşında gördüyü oğlunu tanımır. Oğlu olduğunu biləndə isə huşunu itirir. Geri dönərkən cəmi bir ay yaşayır. Söhrab Tahirin vətənlə sevgi arasında. Buradan bir atlı keçdi. Sevgi əfsanəsi, döyüşən lövhələr, əmanət kitabları Bakıda işıq üzü görür. Qeyd edək ki, qələm ustasının qonşu qızın məktubları, 2 dəfə yox olan adam, əmanət, dənizə nişanlı qız, sevgi qurbanı kimi roman və povestləri uğurlu yaradıcılıq məhsulları kimi oxucuların diqqətini cəlb edir. Yaxşılıq şeiri şairin öz səsində. Bir Allah var, yaxşılıqdır gözümdə. O var olub hər bir kəsin özündə. Gəz Allahı sən yaxşılıq sözündə. Kasıbların pənahıdır yaxşılıq. Allahların Allahıdır yaxşılıq. Yaxşı olma yaxşılıqdan ötəri, yaxşılıq et qoy olmasın xəbəri. Ək dünyada 1-ə 100-dür səməri, qızıl taxıl dənəsidir yaxşılıq. Kimə versən, dönəsidir yaxşılıq. Ay acı dil, şirin söz qoy dilinə, əl uzatdım, əlini ver əlimə. Sən də əl tut öz xalqına, elinə, əl atmaq yox, əl tutmaqdır yaxşılıq. Öz özünü unutmaqdır yaxşılıq. Əzizlərimiz, mən verilişimizin sonunda bir görüşün tarixçəsini xatırladım. Böyük şairin 75 illik yubiley ərəfəsi idi. Radiomuz üçün qələm ustadından müsahibə alırdım. Məni çox mehribancasına qarşıladı. Söhbətimiz çox uğurlu alındı. Ayrılanda mən kövrələrək qeyd etdim. Söhrab müəllim, mən atam yazıçı Əhməd Mirzə Cəfərlini yenicə itirmişəm. Siz atamla eyni dövrdə Moskva şəhərində Gorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil almısınız. Atam xoşbəxt taleyli tələbə olub ki, Tanrı onu sizin kimi zəngin mənəviyyatlı bir insanla görüşdürüb. Bu sözlərimi göz yaşları ilə bitirdim. Böyük şair ayağa qalxıb mənə yaxınlaşdı. Başıma sığal çəkdi. Dedi, ağlama, qızım. Uzaq illərin xatirələrindən danışdı və kövrəldi. Baxışlarını uzaqlara dikdi. Gözləri doldu. Əzizlərimiz, bir körpünün sonunu istərdik həsrətə yox, vüsala qovuşduraq. Ancaq körpü özü ilə növbəti bir yolun başlanğıcıdır. Vüsala doğru yolumuz aydın olsun. Verilişi sizə təqdim etdi müəllif və aparıcı Səadət Əhməd qızı, rejissor Nailə xanım Hüseynova. Sağ olun, sağlıqla qalın.